Qisas əməliyyatından sonra acizliyi bir daha nümayiş olunan Ermənistan mina məsələsində də köhnə vərdişlərindən əl çəkmir. Belə ki, ordumuzun Sarbaba yüksəkliyində mövqe qurmasından sonra həmin ərazidə nə az, nə çox düz 991 minanın aşkar edilməsi revanşist xəyallarla sürünən İrəvanın yeni məkirli planlarından xəbər verir. Baş verənlərə beynəlxalq səviyyədə biganə münasibət isə məğlub ölkəni minalanma məsələsində daha da cürətləndirir. Yenidən qurma prosesi minalardan təmizlənməklə başlayır. Kütləvi minalanma qarşımızda duran ən böyük çətinlikdir və bu yenidən qurma işlərini və məcburi köçkünlərin qayıdışını ləngidir. İlkin hesablamalara görə işğal dövründə Ermənistan həmin ərazilərə 1 milyondan artıq mina bastırıb. 2020-ci ilin noyabr ayında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlaması nəticəsində 220-dən artıq Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb. 30 ilə yaxın torpaqlarımızı işğalda saxlamaqla birgə həmin ərazilərimizi minalarla dolduran Ermənistan yenə həmin ampulasındadır. İkinci Qarabağ müharibəsində dəmir yumruqla üzləşdikdən sonra başı gicələnən İrəvan mina məsələsində də müəyyən zamanlarda unutqanlığa yol verir. Ordumuzun qisas əməliyyatından sonra mövqələrimizin dəqiqləşdirilməsi prosesinin məntiqi nəticəsi olaraq Sarbaba yüksəkliyində mövqe qurması erməni xisətinin daha bir nümunəsini ortaya çıxardı. Belə ki, axtarış işləri çərçivəsində Laçın rayonunun ərazisində olan Sarbaba yüksəkliyində avqustun 15-i 991, 18-də isə 168 mina aşkar olundu. Üstəlik, həmin minaların 2021-ci ildə, yəni 2-ci Qarabağ müharibəsindən sonra məhz Ermənistanda istehsal olunmasını əks etdirən məlumatlar diqqətdən yayınmır. Təkcə həmin yüksəklikdə 1100-dən artıq mina aşkar edilməsi onu göstərir ki, düşmən hələ də sülh istəmir və yeni qurbanlarla münaqişəni diriltməyə çalışmaqla yanaşı həm də Azərbaycanlıların böyük qayıdışına da mane olmağa çalışır. Ən böyük problem minalardır. Ermənistan bizə minaların xəritəsini verməyib, baxmayaraq ki, biz bunun onlarda olduğunu bilirik. Müharibə bitəndən sonra bizim hərbiçilərdən başqa, yalnız mülki şəxslər arasında 100-dən çox itkimiz var. Bu, daha bir müharibə cinayətidir. Çünki müharibə bitib, minaların təmizlənməsi çox uzun bir prosesdir. Bu, vaxt tələb edir. İndiyə qədər işğala görə beynəlxalq səviyyədə Ermənistana heç bir irad tutulmadığı kimi, mina məsələsində də İrəvana qulaq vurması verilməyib. Nəzərə alsaq ki, münaqişədən sonra da barbar tayfa ərazilərimizi mina bataqlığına çevirməyə davam edib, o zaman Azərbaycanın əziyyət çəkdiyi mina terroru ilə bağlı beynəlxalq reaksiya daha sərt olmalı idi. Beynəlxalq birlik mina təhlükəsinin aradan qaldırılması ilə bağlı bir neçə hüquqi sənəd qəbul edir. Bu cür hərəkətlər dünyanın digər regionlarında baş verəndə İstər BMT, istər digər regional təşkilatlar çox ciddi şəkildə reaksiya verir. Nəyə görə Ermənistan təzyiq obyektinə çevrilmir? Şübhəsiz ki, bu beynəlxalq müstəvidə mövcud olan ikili standartların bariz nümunəsidir. Bugünə qədər Azərbaycana və Azərbaycanlılara qarşı ən ağır silahlardan istifadə etmiş Ermənistanın minalandırma mövzusundakı bənzər addımı özünün kin-küdurət içində boğulmasının davamiyyətinə hesablanıb. Xalqımıza qarşı məkirli planlarını həyata keçirərək əvvəlki dövrdə azmış kimi indi də torpaqlarımızda yeni nəsil minaların əkinçiliyi ilə məşğul olan İrəvan, mina təmizləmə mövzusunda da Azərbaycana mane olmağa çalışır. Prosesin uzun müddəti və çətinliyi bunu deməyə tam əsas verir. Bu mina terrorunun həm Azərbaycanla Ermənistan sərhəddində, həm də Qarabağın perimetri üzrə bastırılması fəaliyyətlərin kifayət qədər aşağı templə aparılması ilə nəticələnir. Çünki ərazi həm relyef, həm iqlim baxımından kifayət qədər mürəkkəbdir və ilin bütün aylarında bu fəaliyyətləri aparmaq olmur. Qeyri-insani və vandal davranışı ilə yaddaşlara həkk olunan erməni şüursuzluğu bir çox fəlakətə səbəb olub. Vəhşiliyi həm dövlət siyasəti, həm də dünya erməniliyinin həmrəylik simvoluna çevirən İrəvanın mina terrorunu davam etdirməsi regional sülh və təhlükəsizliyə əlbəttə ki, böyük zərbədir. Bu isə bütün sahələrdə iflasa uğrayan məğlub ölkəni günü-gündən daha çox təcrid vəziyyətə salır. Həmin minalar əvvəl-axır Ermənistanın özünü yerindən oynadacaq. Rüstəm Mikayılzadə, İsmail Quliyev, Fərid Əkbərli, Vüsal Qaraca, AzTV xəbər.